Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Bilirsiniz ki, bildiyiniz kimi dünənləri biz Sabirabad rayon xəstəxanasında baş verənlərlə bağlı müraciət etdik və bugünə qədər də heç bir nəticə yoxdur. Yəni bir sutka ərzində şikayətçi Xalidə xanımın heç bir şikayətinə heç bir reaksiya verən olmuyor. Məsələ ondadır ki, baxın, indi cavab verirlər ki, bizə. Demək, bizim sosial şəbəkələrdə, bizim səhifələrimizin birinə yazıblar ki, hiss olunur ki, xəstəxananın işçiləri də öyrədilmiş adamlardır. Oradan altından yazıblar ki, o işlə bağlı prokurorluqda iş gedir, onlar qərar versin. Bizim prokurorluqla işimiz yoxdur ki. Bizim prokurorluqla nə işimiz var? Onlar haqqında bizə niyə arayış verirsiniz ki? Prokurorluq özü bilər nə iş verəcək, nə qərar çıxardacaq, onların işinə heç kim qarışa bilməz. Bizim qarışdığımız iş sizin işinizdir. Biz deyirik ki, bu cinayətkarlar niyə qalıb işləyirlər orada? Niyə qalıb işləyirlər? Bunlar adamlar axtarırlar. Bizə problem yaratmaq üçün böyük Çinli məmurlar axtarışındadılar bu dəqiqə ki, bunlara biz problem yaradaq ki, bunlar danışa bilməsin. Gedib öz cinayət əməllərinə cavab vermək əvəzinə, özlərinin oradakı hərəkətlərini düzəltmək əvəzinə, oradakı baş verən əskikləri düzəltmək əvəzinə, bunlar düşüblər şikayətçini qorxuzmaq üçün, nə bilim, bizə böyük yüksək Çinli məmurlara giriş başlayıblar ki, bizə necə problem yaratsınlar, biz danışmayaq. Baxın, görün, bu idarə üsulu, Ramiz Mehdiyev idarə üsuludur ya yox? Eyni Ramiz Mehdiyev idarə üsuludur bu. Görürsünüzmü? Biz buradan söz deyirik. Bizim sözümüzü yenə təkrar eləyirəm. Əgər əskiklərin düzəltmək əvəzinə düşüblər, əgər əskiklikləri kimlər deyirsə, o adamlara problem yaratmaq üçün çalışırlar. O işlər qalıb ha orada. Dövlətçilər ziyan vururlar, orada nə bilim, neynirlər, korrupsiya, rüşvət, cinayət, qadın adam döymələr filan, bunlar hamısı qalıb o tərəfdə. Yəni bunlar belə hesab edir ki, bizi onlar qorxuzsalar, demək bu hərəkətlərini davam eləyəcəklər. İndi bir nəfər də deyir ki, mən bilmirəm, məlumat səhihdir, o Səfər Mehdiyev var idi, gömrükxananın rəisi, onun bacanağıdır bu. Belə deyib, ola bilsin ki, özü belə bir söz çıxardı. İndi baxın, bu xəstəxanada ən kiçik bu tibb bacısıdır. Tibb bacısından da kiçik bir vəzifədə işləyir bu xanım. Baxın, görün, bunun rastlaşdığı xəstəxanada korrupsiya, rüşvət, bu gördükləri, hələ bu elə bu aşağı ranglı işçidir da orada yuxarı ranglı işçiləri daha böyük işlər görürlər və daha böyük işlərlə məşğul olurlar. Bu kiçik, xadimə kimi bir şeydir. Gör, bunun gördükləri nələr var orada hələ. Yenə təkrarlayım, böyüklər hələ o tərəfdə qalıb, böyük ranglı həkimlər, şöbə müdürləri, onların gördüyü işlər o tərəfdə. Bu kiçik. Gör, bu nələr görüblər. İndi biz həmin o xanımın səsini sizə atırıq. Daha doğrusu danışdırırıq onu. Daha doğrusu danışıb, buyurun, dinləyin ay cəmaət. Ay təbib rəhbərliyi, sizə qurban. Bizim sizinlə heç bir problemimiz yoxdur və gördüyünüz işləri də bəyənirik də biz sizə. Bütün gördüyünüz işlərin hamısını bəyənirik. Respublikada, insanlarla münasibətlərdə gedirik, görürük. Bax, endokrinoloji mərkəzdə olmuşam. Çox gözəl münasibətlər var insanlara qarşı. Çox belə operativ işləyirlər. Doğru, düzgün, 1 manat rüşvət yox. Ondan sonra mən haran adını çəkim? Sumqayıt Sağlamlıq Mərkəzi. Baxın, orada bir Ramin Qasımov var orada. direktorun mavinidir. Elə gözəl, təşəbbüskar
insandır, gözəl işlər görüb orada, sağlamlıq mərkəzində insanlara xidmət yüksək səviyyədə, insanlarla da münasibətdə. Deyək, məsələn, Şirvan xəstəxanası, çox gözəl işlər görülüb, çox gözəl islahatlar aparılıb xəstəxanada, gənclərimizdir, kadrları çəkib Vüqar Qurbanov qabağa və çox da gözəl iş görürlər. Biz hamımız təşəkkür edirik, yəni buradan Vüqar müəllimə də. Amma Vüqar müəllim, məsələ belədir ki, bu Sabirabad böyük bir vüsət alıb, dəhşətli bir şey alıb burada. Burada artıq əhali bezi, biz məcburuq bunu. Mən bir neçə dəfə müraciət elədim. Gəldim orada təbibin qarşısına, mən orada qəbul eləmədilər. Dedilər, yoxdur Vüqar müəllim orada. Sonra, nə bilim, 5-ci ranglı məmuru mənlə görüşdürəcəkdilər, heç o da gəlib çıxmadı. Bir neçə dəfə olub bu. Məcburam, indi buraya mən fikrimi çatdıram. Bu, Sabirabad pis vəziyyətdədir, dəhşətli bir vəziyyətdədir. Əhali artıq vəziyyətindədir. O özü də bilirsiniz. Yəni, kim inanmırsa, sosial şəbəkələrdə heç bir şey, Google'da yazın, vurun orada, Həsən Hüseynov Sabirabadın direktoru. Görün nələr çıxacaq orada. Bunun biri şər atsın, bunun ikisi böhtan atsın, bunun üçü böhtan atsın. Belə də ki, niyə böhtan atmadılar axı sənə? Sıralı kətçidir, səni hardan tanıyır? Sənə niyə böhtan atsın? Ağıl var, məntiq var. Niyə şərirsiz cəmaatı? Özdə gedib deyirsiniz ki, mən işləyən adamam. İşləyən adamdan yazarlar da. Sən işləmirsən axı. Sən başqa oyunlarla, başqa işlərlə məşğulsun. Bizə də bularsa, biz burada danışırıq. Yəni, mən burada deyim, biz qarşı tərəfində fikirlərini verməyə hazırıq, Qopuz media olaraq. Yəni, qarşı tərəfdə gəlsin, onların da fikirləri. Bizimlə əlaqə saxlayan yox, bir şey yox. Yəni, gəlsinlər, bizimlə zəy vursunlar, onların da fikirlərini biz buradan deməyə hazırıq. Yəni, biz heç kimdən düşmənçiliyimiz yox, qərəzçiliyimiz yox. Biz bunu araşdırılmağını hüquq mühafizə orqanından tələb edirik və sonuna qədər də tələb edəcək bunu. Sonuna qədər, ta ki, əhali oradan razılıq eləməyənə qədər. Razılıq eləməyənə qədər. Çünki Həsən Hüseynov, əgər bu adamlar araşdırılmalıdır, bütün bunlar hamısı doğrudursa, doğrudur. Doğru, 60-70%'ni danışılanları mən gözümlə görmüşəm orada. Yəni, doğrudur. Bunun haqqında məsuliyyətə cəlb olunmalıdırlar, işdən azad olmalıdır və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Burada bir neçə adamlar var. Mən dedim orada, o xanımı döyən İnsan Resursları Şöbəsi müdürü Vüqar Aydınlıdır. Ondan sonra orada Kamran Vəliyev var. Saxta diplomla işləyir. İndi biraz bizim səsimiz çıxdı, buradan səsi çıxartdı. Bu adam hüquqşünasdır, gedib KT işlədirdi orada. Bunu demək 2 diplomu var da. Dərhal biz burada səsimizi çıxan kimi KT-ni bağladılar. Ki birdən yoxlama gələr. Görürsün bunlar hansı variantlarla. Belə idarəçilik yoxlar. Biz bu cür idarəçiliklə hara qədər gedəcək? Cənab Prezident artıq bəyan etdi ki, yeni era başlayır Azərbaycanda. Hamı nümunəvi olacaq, Avropa standartlarına uyğun. Biz çalışacağıq, dünya standartlarına doğru, daha doğrusu. Belə şey olmaz. İndi mən həmin o xanımın video danışığını hər birisini sizə təqdim edirəm. Buyurun. Bax, Sabirabad rayon mərkəzi xəstəxanasında, terapiya şöbəsində də vəziyyət çox acınacaqlıdır. Xəstələrin matraslarının teli çıxıb, köhnə vəziyyətdə, kravatın ayaqlarını içəridən tellə bağlayıblar. Yıxırsan yeri hamısının içərisini tellə özümüz bağlayırdıq. Fəhlələrə kömək eləyirdik, bağlayırdıq o. Dərmanlar gəlirdi, əl məhlullar da, dərman məhlulları, xlor, nə bilim, sabun, paraşok, şampon, hər şey gəlirdi terapiya. Onları götürürlər, aparıb satırdılar. Gözüm görə-görə aparırdılar, yox eləyirdilər. Xəstələrə nəzərdə tutulmuş bezlər gəlirdi, yataq xəstələrimiz olurdu da, bez gəlirdi. Onun bir dənəsini vermirdilər, aparırdı, satdırırdı Sima xanım. Baş tip bacısı Sima xanım. Onu oradan yox eləyirdi. Bu gün gətirirdik, kömək eləyirdik, kalyaskalara yığıb gətirirdik, sabaha yoxdur, istəyirdik, deyirdi yoxdur.
xəstələrə nəzərdə tutulan bezlər, dərmanlardı, gəlirdi, ucuz dərmandan gətirirdi, almağa gedirdim, aptekdən alıb gətirirdim. Gələn bahalı sistemlər vardı, xəstələr üçün nəzərdə tutulmuşdu. Şəkərə, nə bilim, hepatitə, nəyə, onları aparırdı, yox eləyirdi. Göndərirdi bir dənə sistem, 2 dənə sistem aldırırdı. Hə, xəstənin özünə resepti yazırdı. Deyirdilər, indi də elədi. Gedin dərmanları uza alın. Gedin, görürlər hansından ki qorxurlar, dərmanları baş tibb bacısı Sima xanım terapiya şöbəsində o xəstənin özünə aldırırlar. Sima yazdırır xəstənin dərmanın. Şöbə müdürümüz vardı, əvvəl Rasim doktora. Rasim doktor yazanda özü xəstənin özünə aldırırdılar. Amma təyinat yazırdı ki, bu xəstəxanadan olunmalıdır, bunlar. O özünə aldırırdı. Xəstənin özünə alırdı. Səbuhi doktorun təyinat yazdığı xəstəni aparırdıq. Məsələn, orada elə bir nevrologiya ilə terapiya şöbəsi ikisi bir yerdədir bizdə. Həm nevrologiya, həm terapiya ikisi eyni bir yerdədir. İkisini bir yerə salıblar. Yəni bir yerdədir də, bir şöbədədir. Aparırdıq Səbuhi doktora, Səbuhi doktor təyinat yazırdı xəstəyə. Məsələn, bu gəlirdi, deyirdi ki, buradan olunsun da, xəstəxanadan olunsun, Sabirabad rayon mərkəzi xəstəxanasından olunsun da. Səbuhi doktor da elə oradaydı. Onu deyirdilər ki, yoxdur, gələ ged al oradan. Ged aptekdən al, gətir. Həmin öz xəstəxananın həyətindəki aptekdən. Halbuki ora verirdilər ha, gələn dərmanları. Sima xanım eləyirdi bunu. Rasim doktorla Sima xanım. Sonra deməli, nəzərdə tutulan xəstələrə xələtlər gəlirdi təzə-təzə paçkalarda. Qadınlar üçün ayrı, kişilər üçün qırmızı, qadınlar üçün qırmızı paltar gəlirdi xələt, xəstə xələti. Kişilər üçün yaşılda nəzərdə tutulurdu. Onu kişilərə də qırmızı geyindirirdilər. Onlar yox olurdu, gedirdi. Pastellər gətirirdik, kalyaskalara vururduq, belənçi gələndə. Gətirirdik terapiya şöbəsinə, yox olurdu. Amma köhnə, mındar, nəmnimdaş, belə şəraitdədir də. Yəni, gedib baxasınız, insan orada xəstə, yazıq məzlum xəstələr. Nə bilim valla, nətər yatırlar, necə yatırlar. Tumbalar var, xəstələrin yanında şkaflar, tumbuçkalar, belə deyək də. Açırsan hamısını, içərisi yaman gündə, nə bilim uçur, tökülür. Eşidirdilər ki, harasa gəlir, yoxlanış yalandan, özlərini yoxlayırdılar. Tez onun üçün yalandan qəzet attırırdılar, nağardılar, nə edirdilər? Dəsmal, çay dəsmalları gəlirdi. Nələri, xəstələrin şkaflarının üstündə nəzərə tutulurdu. Birində təsərrüfat bacısı vardı, Sima xanım, Humay xanım. Bir dənəsini görə bilməzdik. İstəyirdi ki, xəstənin şkafının üstünə ataqda çay dəsmalı. İnanın Allaha, deyirdi ki, yoxdur. Deyirdi ki, təzə gəlib, bəlkə 60 dənə, 70 dənə, deyirdi, yoxdur. Sonra pol dəsmalları verilirdi, təzə pol dəsmalları gəlirdi. Yəni ki, pol ağacları gəlirdi, pol dəsmalları gəlirdi, dərman məhlulu gəlirdi, pəncərəyə ki, silmək üçün, pəncərələri içərdən silmək üçün onlar gəlirdi. Xəstələrin güzgülərini silirdi də o dərmanla, həmin o şeylə. Bir dənəsini görmürdük, evimizdən aparırdım. Mən şəxsən mənə deyirdi ki, evinə nəyimə lazım, nə əskisi gətirsən, gətir. Axırı mən də dərman alırdım, nə bilim mən əskidən, üçkidən də nə bu şüşəsilə aparırdım, nə bilim hələ heç yarısta necə oldu, batdı, getdi bilmirəm. Pol ağacı alırdıq özümüz alırdıq. İndi də özləri alırlar, yenə də özləri alırlar. Hələ gəl fond pulu yığırdılar, fond pulu. O fond pulu haqqında da Sabirabad rayon prokurorluğunda mənə çağırdılar. O haqda da mən izahat vermişdim. Yəni ki, fond pulu yığırdılar. Fond pulu yığırdılar, deyək ki, fonda yığırlar pulu, bizə dəsmal alırlar, nəmni alırlar. O fond pulu deyəsən indi yığılmır. Çünki əvvəl Araz müəllimdə iş olanda Araz müəllimə qızların səsini atmışdım. Yəni terapiya şöbəsində işləyən işçilərin səslərini atmışdıq. Özümüz fond pulu yığırdılar. O məsələn səsini atmışdım. Özü çağırmışdı, dəvət eləmişdi Araz bir neçə işçini. Bir neçə işçini ki, şeydir də Araz müəllim prokurorluqdan ki, siz pul verirsiniz, fond pulu, bir neçəsi təsdiqləmişdi ki, hə vermişik. Belə şeylər var bu terapiya şöbəsində. Sonra xəstələr yayın günündə, xəstələrlə bir terapiya şöbəsində İnanın Allaha ki, xəstələrə kapsella yalüzlər olur da, yalüz verirlər ki, gün şifası içəri düşməsin. Xəstələr deyəndə deyirlər ki, C-dən vitamin D-dir, alırsınız, günün nə ziyanı var. Deyirlər, biz ölürük, keçirlər yan otağı, hamısı yan otağı istəyirdi. Elə bil o xəstəxananın o hissəsindən çox gün şaxıyırdı, ora kapsella gəlmişdi, yalüzlər ki, o bağlansın da, fəhlələr gətirirdilər yalandan, ölçürdülər, sabah gəlirdi, görürdü
görürdü yox. Deyirdilər ki, düzgün gəlməyib, qaytarıldı dala. Deyirdi bu, bəs bura şey vırılacaq idi yalöz. Hə, düzgün gəlinməyib, ölçüsü düzdürdü, qaytarıldı. O nöqteyi nəzərdən bir il mən o şeyi elə eşitdim. Düz gəlməyib, düzgündür, düz gəlməyib, düzgündür. Nə bilim, çox krantlar hamamın, ayaq yolusunun üzərinə bağışlayın. Krantları bərbad vəziyyətdədir, ünvanlikləri bərbad vəziyyətdədir. Normal işləmir, nə bilim, çox bərbaddır. Mən elə bil şikayət eləmişdim Sima xanımdan. Terapiya şöbəsi işlədiyim terapiya şöbəsinin baş tibb bacısından şikayət eləmişdim də mən ki, məndən 400 manat pul istəyirlər. Ora bura götürüb bütün orqanlara məktub yazmışdım, şikayət məktubu yazmışdım. Həsən Hüseynov çağırdı məni elə o həmin ərəfədə ki, bəs get Vüqar müəllimlə həll eləyin, neyləyin? Gəldim Vüqar müəllim otaq inzibatı İnsan Resurslar şöbəsinin müdürüdür. Vüqar müəllim, Vüqar Aydınlı. Mən ora çağırdı otağına, dedi ki, bu məktubları, yazdığın şikayətləri götürəsən dala. Mən də dedim ki, götürməyəcəm. Götürməyəcəm, çünki sözümə baxan yoxdur. Məni incidirsiniz burada. Mən heç bir yer qəbul eləmir məni. Hə, deməyəndə ki, götürməyəcəm deyəndə Vüqar əlinin arxasınca sıfatıma möhkəm bir udar vurdu mənim. Burun nahiyəmə. Burnun nahiyəmdən qan açıldı. Yəni o cürdə getdim terapiya şöbəmizə. Sima ki, baş tibb bacımız Sima gördü ki, mənim burnumdan qan gəlir, xəsarət almışam. Qaçdı tez Vüqarın yanına. Ki, xeylam gec gəldi, gəlmədi sonra. Demək olar ki, mən işdən 4-də çıxıram, 4-də çıxırdım. Çıxana qədər gəlmirdi. İndi də ki, məni çağırıb Həsən Hüseynov ki, gəl barışaq, neynəyək, sən işi ilə təmin edirəm, ged ərzə yaz. Dedi, mən sənə 5 addım, gəl sən mən 1 addım. Dedim, hə, neynə, doktor, Allah səndən kömək ol, Allah sənin köməyin olsun. 2 dənə himayəmdə az yaşlı körpələr var, ailə bankım var. Bankimə görə gələrəm, Allah köməyin olsun. Çox sağ ol. Nə yaxşı mənə bəs belə çağırdın işə? Dedi, hə, barışaq çıxsın, getsin. Nəysə, gəldim, ərzəni verdim. Verib gələndə dedilər, gəl Həsən müəllim sənə çağırır. Getdim Həsən müəllimin otağına, Həsən Hüseynovun otağına, bax, təzə, ayın 13-də, bu ayın 13-də. Girdim otağa, mənə dedi ki, sənə ştat verirəm. Bəs ştat verdim. Hara verirsən əmrimi? Dedi ki, Qalağan kənd məntəqəsinə. Şeyi də çağırmışdı, kənd məntəqəsinin həkimini də çağırmışdı, Nazim həkimi. Nazim həkim gələndə dedim ki, mən Həsən Hüseynova bildirdim ki, mən istəmirəm oranı. Mən kənd məntəqəsini istəmirəm. Özə məni əsas aşbaz kimi verib kənd məntəqəsinə vermişdi. Nazim doktoru ki, çağırmışdılar. Mən istəmədim. Sonra Nazim doktor çıxıb gedəndən sonra dedilər ki, hə, yaxşı, sən kənd məntəqəsini istəmirsən, vermədik. Dedim, bəs yenə yazmışsınız ki, Qalağayın kəndində əsas aşbaz kimi Nazirlik Xidmətinin təşkili şöbəsində iş verib göyə mənə. Dedim ki, mən istəmirəm də onu. Mənə ştat ver. Ştat verməyib mənə. Yeni də dünən də yenə çağırdı, getdim. Özüm getdim ki, bəs mən ştat verdim, fikri dəyişdim. Dedi, yox, ştat vermədim. Sən gəlməsin işə, hədə qorxu gəldi, demə. Sən belə eləyəcəm, elə şeylə, məcəlli ilə çıxardacam, heç arada işləyə bilməyəsən, sabahdan çıx işə. Mən də qorxumdan getdim yenə də Kuxunuya. Sabirabad rayon mərkəzi xəstəxanasının kuxunası var, böyük. Xəstələr nəzarət, yemək pişirilən yer vardı, mətbəxi var. Getdim mətbəxdə, yaxınlaşdım müdürə, Valih müəllimə. Dedim ki, bəs mən hara qol çəkəcəm? Valih müəllim mənə dedi ki, ştat yoxdur, sən ştat verilmir, bax, Kuxunada nə ştat? Kuxunada ştat yoxdur, aşbazlıq ştatı yoxdur, sənə ştat verilməyib. Dedim, bəs mən maaşı necə alacam? Dedi ki, Həsən müəllim nətər verəcəksə, elə də verəcəm maaş, bilmirəm. Dedim, bəs mən barmaq izi var da, barmaq izinə. Dedi, haçan ştat verilsə onda. Elə mən də bu gün işlədim, nə bilim vallahi, heç kartof soydum, soğan soydum, heç mən aşbazlığı da bacarmıram. Mən xəstə baxıcısı olmuşam. Terapiya şöbəsində, Sabirabad rayon mərkəzi xəstəxanasında, terapiya şöbəsində xəstələrə qulluq, kiçik tibb bacısı, yəni elə qol çəkirdim də, tabi elə ştatım elə ştat verilmişdi mənə. Bu qədər, belə. Bu başıma açdığı oyunlar bulardı. Burnumdakı vurmuşdu, döydürdü məni. Əvvəl şikayətlərimə görə məni döydürdü. İndi də dedim ki, Həsən Hüseynova dedim ki, barışmağıma baxma, məni vuran adamdan keçməyəcəm. Dedi ki, keçəcəksən. Ağzın nədir keçməyəsən? Bax, bir səhər. Sən, yoldaş bağışlayın, üzr istəyirəm. Yoldaşıma qayıtdı. Baş həkim Elnur doktor dedi ki, baş həkimdir bizdə. Sən kimsən, ayə? Sən kimsən? Biz dedim, ağıllı ol. Mənə deyir, ağıllı ol. Dedim, ağıllı sən ol. Ağıllı sən ol dedim.
Ağıllı siz olun dedim. Yığılmışsınız bura dedim başımıza oynatırsınız. Nə istəyirsiniz məndən? Məndən nə istəyirsiniz abala? Gedib oturmuşum, atmışdım, çıxartmışdım, gedib oturmuşdum da xaraba qalmışım da. Nə istəyirsən məni çağırıb ortalıqda, nə oynadırsan mən? Əsəb xəstəliyinə düşmüşəm tay. Bəs nevroz bədənim əsir, ağzım əsir, danışa bilmirəm axı. Nə istəyirsiniz məndən? İndi də mənə ştat verməyib, heç nə. Ged otur Xunada əsas aşpaz kimi. Qalağayın kəndi yazılıb. Onu da atacağım sizə, baxarsınız. Azad qardaş, mən sizi prezidentin dəstəkçisi kimi tanıyıram. Buna görə sizə müraciət edirəm. Mənim tapdanmış hüquqlarımı bərpa edəsiniz. Həsən Hüseynov məni işimə qaytarmasa, onda özümü prezident aparatının qabağında yandıracağam. Bəli, bax indi yəni gördünüz, eşitdiniz hər birinizə. Görün bu nə deməkdir? Bu hələ bayaq dediyim kimi xırda ranglı işçidir orada, onun gördükləridir bunlar. Bu xəstəxananın rəhbərliyi götürülməlidir. Buradan məsuliyyətə cəlb olunmalıdır. Və belə bir də qoymu onu da deyim. Bəzi şirkət komitə rəhbərləri var ki, olan işçilərindən nə qədər vətəndaşlar şikayət edirsə, onlar həmin şikayət çox olduqca həmin təşkilatın rəhbərini orden medallarla təltif eləməyə başlayırlar. Yəni əhalinin acığına da, yəni bu totalitarlıqdır. Yəni əhalinin acığına başlayırlar onu daha da işində möhkəm saxlamağa, daha da onun qulluğunda dayanmağa. Yəni bu əhalinin acığına, əhaliyə sitəm vermək üçün bunu bəzi şirkət rəhbərləri bunu edirlər. Mən hesab edirəm ki, Vüqar Qurbanov bir adamlardan deyir, yəni onu özüm tanıdığıma görə bunu mən deyirəm. Buyurun, gecəniz xeyrə qalsın. Gələn demək, biz bu məsələ ilə dayanmırıq. İndi biz Baş Prokuror korrupsiya sabah yox birisi günü rəsmi müraciət edəcək, materiallar toplanır. Ondan sonra yəni hər gün növbəti məlumatlarla sizin xidmətinizdə olacaq Sabirabad xəstəxanası ilə bağlı. Çox sağ olun, gecəniz xeyrə qalsın.